RMIQ test topusundan belə bir maraqlı sualımız var. 41-ci sual. Cümlənin təhlili ilə bağlı bütün uyğun fikirləri müəyyən edin. Səhər yeməyini burada yedi. Təhlil edək. Nə etdi? Yedi. Harada? Burada. Nəyi? Səhər yeməyini. Bu birinci forma təhlil forması. Digəri səhər adam adı kimi də düşünə bilərik. Səhər yeməyini burada yedi. Kim səhər? Səhər insan kimi də düşündük. Və üçüncü təhlil formamız səhər zaman zərfi kimi də, zərfliyi kimi də təhlil oluna bilər. Nə zaman? Səhər. Məsəl üçün, səhər o yeməyini burada yedi. Nə vaxt? Səhər. Nəyi? Yeməyini harada? Burada nə etdi? Yedi. Cümləni deməli əminliklə demək olar, əminliklə demək olmaz. Cümlənin ilk sözü zərflik deyil. Birinci cümlənin bunu əminliklə deyə bilmirik. Niyə? Çünki səhəri zərflik kimi də düşünə bilirik. Sonra mübtəda kimi də düşünə bilirik. Səhər söz birləşməsinin daxilinə də tamamlıq kimi də çıxış edə bilər. Yəni söz birləşməsi asıl tərəf kimi çıxış edə bilər. Bunu əminliklə deyə bilmədik. Bir səhvdir. Cümlədə tamamlıq var. Bəli, biz digər təhlil formalarında da söz birləşməsi kimi təhlil edəndə də tamamlığımız olur. Yeməyini səhər adam adı olanda yeməyi orada tamamlıq olur. Yaxud da söz birləşməsi kimi olanda da yenə səhər yeməyi tamamlıq olur. Yəni hansı formada desək tamamlığımız var. 2 düzdür. Əminliklə demək olmaza baxaq. Cümlədə ismi birləşmə var. Bunu əminliklə deyə bilmirik. İsmi birləşmə yəni səhər yeməyi nəzərdə tuturdu burada. Bu ola da bilər. Yaxud da bu formada, ikinci formada, üçüncü formada təhlil olunanda söz birləşməmiz olmur. Deməli, isim birləşməmiz olmur. Bunu əminliklə deyə bilmirik. Cümlədə 2 zərflik var. Bunu da əminliklə deyə bilmirik. Birinci formada deyə bilirdik. Misal üçün, bu formada deyə bilirik. Amma digər formada 2 zərfli oldu. Bir zərfli desə də əminliklə deyə bilərdik. Bunu da götürmürük deməli. Əminliklə deyə bilmirik yəni. İndi uyğun fikirləri istədiyi üçün əminliklə deyə bildiyimiz içərisindən 2-ni götürürük, deyə bilmədiklərimiz içindən 3-ü və 4-ü götürürük. Cavabımız oldu 2, 3, 4 E variantı.